Dünyada benim için en aziz torpaq olan Novruzlu kəndidir. Novruzlu kəndi mənim ideal bir nöqtəmdir, məkanımdır. Makro vətənimin bir mikro nöqtəsidir. Burada mən özümü bugün dünyanın en xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın en xoşbəxt insanı kimi də hiss etməkdir. Yaşasaq da səndən doymadıq. Sən bizim müqəddəs ant yerimizsən. Ölsək də biz səni tənha qoymarıq. Ay bizim kəndimiz doğma Novruzlum. Səni yağı düşmən elimden aldı, günümden, ayımdan, ilimden aldı. Yüreğim titredi, ciğerim yandı. Ay benim müqəddəs Novruzlu kəndim. Düşmən sevilməsin, düşmən güçsüz bilməsin. Əzəli vətənim, əbədi yurdum. Ay mənim müqəddəs Novruzlu kəndim. İndi yanımdayam, ürəyim sakit. Min ilin varlığı əbədi kəndim. Ay mənim müqəddəs Novruzlu kəndim. Bu kənd mənə çox şeydir. Bu kənd mənə 55 ildən bəri yolun gəldiyim jurnalistikanı da seçməyi bu kənd verir. Bu kəndin və orta məktəbi mənim üçün ondan əziz nöqtə heç yerdə yoxdur. Başını dəmir yumruq əzən düşmənim. Bugün dərd içində üzən düşmənim. İndi peşman olup qəlbin dağlasın. Ay mənim müqəddəs Novruzlu kəndim. Oyan benim kendim, Novruzlum oyan. Sen düşmən gözüne bir ox olmusan. 30 il zindanda qalan Novruzlum. İndi güneş kimi ışık saçmısan. Ay mənim müqəddəs Novruzlu kəndim. Mənim əziz kəndim, dönüm başına. Qurban olum kəsəyinə, daşına. Göz dəyməsin kipriyinə, qaşına. Ruhumun ünvanı, imanım mənim. Ay mənim müqəddəs Novruzlu kəndim. Ay mənim müqəddəs Novruzlu kəndim. Ben bugün bu kendimin adamlarına müracaat edeceğim. 30 yıl sizi burada görmemişim. Uzağı bir ildən sonra biz hamımız burada olacağız, görüşeceğiz. 30 ilin həsrətin çəkmişəm. Sizin, mənim əziz kəndçilərim, sizin həsrətinizi çəkmişəm.
Sizin mənə olan qayğılarınızın həsrətini çəkmişəm. 100 ildə bundan sonra keçəcək, 80 ildə gəldi və 85 də olacaq, 90 da olacaq, nə olacaq bilmirəm. Amma sizin mənə cavan uşaq vaxtı orta məktəb yollarında gedib gələndə sizin mənə göstərdiyiniz məhəbbət heç yerdə görməmişim. Ona görə mən bu kəndi bağrıma basıram. Mən bu kəndin cəmaatına ömrüm boyu minnətdaram.